biridir. Təsadüfi deyil ki, xəstəliklərin çox böyük əksəriyyəti düzgün qidalanmamaq nəticəsində orqanizmdə maddələr mübadiləsinin pozulması ilə əlaqədar olur. Təəssüf ki, əhalinin xeyli bir qismi qidalanma qaydalarından xəbərsizdir. Təcrübə göstərir ki, qidalanma zamanı heç bir prinsipi gözləməmək ən çox yol verilən səhvlərdən biridir. Sağlam qidalanmaq barədə xüsusilə təbii gigiyena ilə məşğul olan həkim və mütəxəssislərin mövqeləri maraq doğurur. Yemək vaxtı və yeməkdən dərhal sonra su içmək düzgün deyil. Çünki su 10-15 dəqiqə sonra bədəni tərk edərək özü ilə bərabər mədə şirəsi də yuyub aparır və həzm olunmanı pozur. Suyu meyvələrdən 30 dəqiqə, nişastalı qidalardan 2 saat, zülallı qidalardan 4 saat sonra içmək dərhal yaxşıdır. Soyuq maye içmək və soyuq xörək yemək mədədə enzimlərin fəaliyyətini zəiflədir. Normal hərarətə çatana qədər mədə enzim ifraz etmədiyinə görə divarı zədələnir. Dondurma yemək mədəni zərif toxuması üzərinə buz parçası qoymaq kimi bir təəssürat bağışlayır. Çox isti çay içmək və çox isti xörək yemək enzimlərin ifrazını dayandırır. Mədənin zədələnməsinə səbəb olur. Uşaqlar, biz nəyə görə qidaları mümkün qədər çox çeynəməliyik? Gülay, buyur. Qidaları mümkün qədər çox çeynəyəndə və ağız şirəsi ilə isladanda yaxşı həzm olur. Bu orqanizm daha az enerji sərf edir. Biz nəyə görə qidalarda xörək duzunun miqdarını mümkün qədər azaltmalıyıq? Rəvan, buyur. Gələcəkdə yüksək qan təzyiqi, ürək, böyrək və damar xəstəliklərinə səbəb olur. Bəli. Uşaqlar, düzgün qidalanmada başlıca məqsəd nədən ibarətdir? Ömər? Düzgün qidalanma qaydasında başlıca məqsəd 12 barmaq bağırsaqda qidaların çürüyərək zəhərli maddələrə çevrilməsinin qarşısını almaqdır. Ona əməl edən hər kəs sağlam və gümrah yaşayır. Mənən və ruhən güclü olur. Afərin.